Xoş gördük, əziz dinləyicilər. Bilirsiniz, biz İran barəsində təəssüflər olsun ki, həmişə mənfi mənada danışmışıq. O mənada ki, çünki hadisələr və proseslər müəyyən mənada bəllidir. Və bu gün artıq İranda nümayişlərin bir neçənci günüdür və Amerikadan, İsraildən də ciddi surətdə dəstək gəlir. Amerika prezidenti Trump bildirir ki, əgər üsyançılara qarşı kimlərsə çıxarsa, hökumət çıxarsa, onlara qarşı silah işlədərsə, biz də buna müdaxilə edirik. Əlbəttə, bu həm də ona görədir ki, Trumpın öz vəziyyəti də yaxşı deyil. Trumpın öz vəziyyəti bilirsiniz, daxildə kifayət qədər ciddidir. Epstein qalmaqalı və Ukrayna məsələsinə görə kifayət qədər reytinq itirib və bu mənada Amerika prezidentinin həm İsrailə, həm də Yəhudi lobbisinə kifayət qədər ciddi surətdə ehtiyacı var. Və bu mənada müharibəni İrana çəkməklə müəyyən mənada baş da qarışdıra bilər. İkinci bir mənada bu günləri İranda üsyan edənləri əsasən çoxluq Azərbaycan tərəfdə deyil, əsasən çoxluq ərəb və digər əşirətlərdədir. Və birdən də bu gün maraqlı olan məsələ ondan ibarət ki, artıq bu insanlarda silah da var. Və bu silahlı qiyama çevrilərsə İran üçün heç də yaxşı olmayacaq. Düzdür, Pezeşkiyan bu vəziyyəti ələ almağa çalışır, müəyyən mənada üsyançılarla danışmağa çalışır və üsyançılar da dəhşətli bir tendensiya da ondan ibarət ki, bilirsiniz, Netanyahu'nun Amerika görüşündən sonra İranda bu hadisələr baş verdi və bu günləri Rıza Şah Pəhləvi ölmüş, bu qələmunu gətirib ortaya çıxardıblar və onu İran xalqına sırmaq istəyirlər. Və Təbrizlilərin buna çox gözəl cavabı var ki, yəni Təbrizlilər şərəfdir, Pəhləvi bir şərəfdir. Çünki Pəhləvilər ümumiyyətlə İran tarixində heç bir yaxşı nüans buraxmış, heç bir yaxşı iz buraxmış və Azərbaycan xalqının tarixində də 30 min Azərbaycanlının ölümünə səbəb olmuş bir rejim olublar. Və bu rejim də bir kuklar rejimidir. Bu günləri Misirdən müəyyən mənada açıqlamalar verir. Niyə görə Misirdən? Çünki İranda 1979-cu ildə qovulandan sonra Misirə getmişdilər və burada bir mesaj vermək istəyir ki, yenidən Misirdən qayıdırıq. Amma mən düşünürəm ki, İran xalqının içində Pəhləvilərin heç bir reytinqi yoxdur, heç bir imkanları yoxdur və bu üsyana da əgər Azərbaycan xalqı qoşulmazsa, mən inanmıram ki, bu üsyan qalib gələr. Amma silahlı bir yönə çəkilərsə, əlbəttə ki, bu İran üçün çox ciddi olar. Nəyin bahasına olursa olsun Azərbaycanlılar, orada yaşayan türklər ayıq olmalıdırlar. Əlbəttə biz İranda bu hökumətin dövləti uçuruma apardığını bilirik. Orada böhranın nə qədər ciddi olduğunu çox gözəl bilirik. Bu onlara nifrət etmək və nifrət etməməkdən irəli gəlmir. Bunlar reallıqdır, bunlar həqiqətlər. Biz həqiqətlərdən danışanda kimlərsə çıxırdı, bizi söyürdü, vay sionist deyirdi, vay İsrail məndən nəyi deyirdi, amma anlamır ki, biz situasiyanı deyirik. Baxın, bunu bir eləyən biz deyilik ki, bizim əlimizdə belə bir imkan yoxdur. Görürsən, bugün İran xalqı qalxıb nə edir? Bütün bunları biz sosial mənada, iqtisadi mənada izlədikdən sonra bu prosesin baş verəcəyini görürdük. Amma nəyin bahasına olursa olsun, türklərin orada bir rəhbəri var, İran xalqının bir rəhbəri var, o da Pezeşkiyandır. Yalnız və yalnız Pezeşkiyan vəziyyətdən çıxarda bilər İran hökumətini. Bu günləri bütün deməli etirazçılar əsasən Xamneyini söyür, əsasən Sepaha qarşı çevrilirlər. Amma əlbəttə müəyyən mənada prezidentin də gözdən salınması prosesləri gedir. Amma prezidentin bilirsiniz orada qəti heç bir günahı yoxdur. Ona görə də Azərbaycanlılar, türklər ayıq olmalıdır, traktorçular ayıq olmalıdır, necə də türkmənlər ayıq olmalıdır. Əlbəttə ki, bir hökuməti, bir zalim hökuməti yıxıb onun yerinə bir zalim hökumətin gəlməsinə mən bilirəm ki, əminəm ki, buna İran xalqı, Azərbaycan xalqı imkan verməyəcək. Nəyin bahasına olursa olsun, əgər məsələ şahdırsa, onda şahın ən ləyaqətlisi 1925-ci ildə devrilmiş, 24-cü ildə devrilmiş Qacarlar gəlməlidirlər. Çünki Qacarlar 100 illik, 200 illik ondan əvvəl Əfşarların və Səfəvilərin əcdadlarıdırlar. Amma Pəhləvilər isə İngilis kuklası olublar və 24-cü ildə gətiriblər. Bu günlərdə o İngilis kuklası Amerikadan çıxıb, İsrailin də Amerikanın da kuklasına çevrilib. O heç vaxt İran xalqına bir xoşbəxtlik və ciddi bir dövlətçilik gətirə bilməz. Əgər şahlıqdırsa, mütləq İranın xilası, əlbəttə ki, formal olaraq, konstitusiyalı olaraq monarxiya yaratmaqla, idarəçiliyi isə xalqın seçdiyi baş nazirə verməklə İran xalqı xilas ola bilər. Əlbəttə, Xamneylərlə də xilas ola bilməyəcək, Sepahla da xilas ola bilməyəcək. Yalnız və yalnız İran xalqının
azadlığı Məsud Pezeşkiyan təfəkküründədir. Əgər alınmasa da böyük ehtimal Məsud Pezeşkiyan bu vəziyyətdə istefa da versə, real da istefa verməyə, niyə görə bu qədər ağır vəziyyəti öz çiyninə götürsün? İstefa da verərsə, o mütləq Azərbaycan xalqının, Güney Azərbaycanlıların və İranda yaşayan türklərin milli liderinə çevriləcək ki, əlbəttə biz bu prosesi izlədikcə görəcəyik. Amma nəyin bahasına olursa olsun İran dəyişməlidir. Çünki dəyişməyə doğru gedir. Bu İsrailin istər bir tulası olsun, çıxsın ortaya Pəhləvi və yaxud da kiminsə tulası olur olsun, fərq etməz. Bilirsiniz, Xumeyni özü də Fransadan göndərilib gətirmişdi. Ona görə nəyin bahasına olursa olsun İran xalqı azad olması üçün normal, ciddi Pezeşkiyan ağlına ehtiyacı var. Təşəkkür edirəm diqqətinizə görə.